Səhər tezdən yuxudan durub hazırlaşıb işə gedən xanımlar həqiqətən də ayaqda alqışlayıram. Çünki mən yuxudan durandan sonra düz 2 saat üzümün gözümün şişi getmir. Ona görə də günə kofe ilə başladım. Heç bir baxım filan eləmədim, çünki bugün özümü heç bəyənmirdim. Və başladım mesajları cavabladım. Dünəndən nə qədər mesajlar qalmışdı, hər birini cavabladım. Burada isə özümü görəndə həqiqətən də şok oldum və bir daha əmin oldum ki, yuxudan duranda çox bərbad görünürəm. Gəldim mətbəxə ki, qabları yuyum və bu qədər qab niyə yığışıb soruşsanız, onu da deyim ki, dünən bazar günü idi və bazar günü həyatımda birinci dəfə idi ki, mənim istirahət günüm idi. Heç bir qab yumamışdım, heç bir ev işi görməmişdim və budur, görün nə qədər mənim işim oldu. Bu isə mənim üçün nadir tapıntı oldu. Bayramdan öncə bişirib qoymuşdum marazilkaya. Ona görə də buna arxayın olaraq evdən çıxdım, getdim dırnaqlarımı düzəltdim və gəldim evə, çimdim, saçlarımı qəşəng fenlədim. Artıq gedə bilərəm yatmağa. Gecəniz xeyrə qalsın. Sağ olun.